Bugünkü mövzu əslində mənə ünvanlanan bir sualdan yarandı. Sual isə bu idi ki, niyə mənə deyilən motivasiya və dəstək verici ifadələrdən sonra gələn o enerji birdən-birə yoxa çıxır? Bunun səbəbi nədir? Deyə soruşdu həmin insan. Mən də istədim bunun səbəbini səsli olaraq neyrofizioloji baxımdan sizinlə də paylaşım. Əslində bu cür motivasiya sözləri beyində doğrudan da dopamin partlayışı yaradır. Dopamin isə bizə hərəkət etmək üçün enerji, maraq, istək və cəsarət verən bir neyrotransmitterdir. Yəni bu tip sözlər ilk addımı atmaq üçün bir növ insanda təkan rolunu oynaya bilər. Amma bu təsir çox qısa müddətli olur. Əgər insan o an gələn enerji ilə bir addım atmırsa və yaxud da ki, atdığı addım gözlədiyi nəticəni vermirsə, beyin dopamin səviyyəsini kəskin şəkildə endirir. Və bu zaman insan özünü həvəssiz hiss eləyə bilər, özünə inamaz ala bilər, hətta məyus belə hiss eləyə bilər. Ümumiyyətlə, dopaminin bir xüsusiyyəti var. O nə qədər sürətlə yüksəlirsə, ondan sonraki eniş də bir o qədər sərt olur. Beləcə o hiss elədiyimiz ilk coşqu çox tez sönür və davamlılıq itir. Mən bir coach olaraq buna çox rast gəlirəm. İnsanlar elə bilirlər ki, motivasiya hər şeyi həll eləyir, amma həqiqətən də motivasiya bir başlanğıcdır. Davam gətirmək isə sistem istəyir. Ən effektiv yanaşma kiçik, konkret addımlar atmaq, nəticəni görmək və həmin nəticəni möhkəmləndirməkdir, yəni qeyd etmək. Yəni sən real hərəkət eləyirsən, nəticə alırsan, bu nəticə sənə təbii şəkildə dopamin verir və bu dövr təkrarlanaraq səndə davamlı irəliləyiş yaradır. Oxuduğumuz kitablardan, izlədiyimiz videolardan və yaxud da dinlədiyimiz podkastlardan bizə motivasiya gələ bilər və bu təbiidir. Lakin önəmli olan öz daxili sistemimizi yaratmaqdır və planlı irəliləməkdir, kiçik addımlarla irəliləməkdir və dopamin ehtiyatlarımızı qorumaqdır.